22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Bir insan cəmi 14 yaşında dünyanın ən güclü dövlətlərindən birini qura bilərmi? Bir hökümdar həm fatih, həm şair, həm də bir xalqın milli kimliyinin formalaşmasında həlledici rol oynaya bilərmi? Bəs necə olur ki, ölümündən 5 əsrdən çox vaxt keçməsinə baxmayaraq, onun adı bugün də tarixçilər, siyasətçilər və tədqiqatçılar arasında qızğın müzakirələr doğurur. Söhbət Səfəvilər dövlətinin banisi, qüdrətli sərkərdə, istedadlı şair və Azərbaycan dövlətçilik tarixinin ən böyük simalarından biri Şah İsmayıl Xətaidən gedir. Bugün sizə yalnız bir hökümdarın həyatını deyil, bütöv bir imperiyanın yaranma tarixini danışacağıq. 1487-ci il Ərdəbil şəhərində dünyaya gələn bu körpənin gələcəkdə yaxın şərqin siyasi xəritəsini dəyişəcəyini heç kim təsəvvür etmirdi. Onun atası Şeyx Heydər, babası Şeyx Cüneyd idi. Anası isə Ağqoyunlu hökümdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi. Beləliklə İsmayıl həm böyük bir siyasi irsin, həm də güclü dini nüfuzun varisi kimi dünyaya gəlmişdi. Lakin tale ona rahat uşaqlıq bəxş etmədi. Atası döyüşdə öldürüldü. Səfəvi ailəsi təqiblərə məruz qaldı. Balaca İsmayıl illərlə gizli şəkildə Gilan bölgəsində yaşamağa məcbur oldu. Ancaq məhz həmin çətin illər gələcəyin hökümdarını formalaşdırdı. 1500-cü ildə cəmi 13 yaşında İsmayıl gizləndiyi yerdən çıxdı. Ətrafına Qızılbaş tayfasını topladı. Bu sadəcə bir üsyan deyildi. Bu yeni dövlətin doğuluşu idi. Bir il sonra Şərur döyüşündə Ağqoyunlu hökümdarı Əlvənd Mirzəni məğlub etdi. 1501-ci ildə isə Təbrizə daxil olaraq özünü şah elan etdi. Beləcə tarix səhnəsinə Səfəvilər dövləti çıxdı. Bu hadisə yalnız bir taxt dəyişikliyi deyildi. Bu, Azərbaycan tarixində yeni dövlətçilik mərhələsinin başlanğıcı idi. Şah İsmayılın məqsədi yalnız hakimiyyət qazanmaq deyildi. O, parçalanmış torpaqları bir bayraq altında birləşdirmək istəyirdi. Qısa müddətdə Azərbaycan, İran, İraq, Ermənistan, Gürcüstanın bir hissəsi, Şərqi Anadolu və Xorasan onun hakimiyyəti altına keçdi. Beləliklə, yaxın Şərqin ən qüdrətli imperiyalarından biri yarandı. Paytaxt isə Təbriz oldu. Təbriz artıq təkcə bir şəhər deyil, böyük bir imperiyanın ürəyi idi. Şah İsmayıl döyüş meydanında əfsanəyə çevrilmişdi. Tarixçilər yazırlar ki, o əskərlərinin arxasında deyil, önündə vuruşurdu. Bu, dövrün hökümdarları üçün nadir xüsusiyyətlərdən idi. Onun cəsarəti Qızılbaş ordusunun döyüş ruhunu daha da yüksəldirdi. 20 yaşına çatmamış, ard-arda qazandığı qələbələr onun adını bütün şərqdə məşhur etmişdi. Lakin hər böyük hökümdarın taleyində dönüş nöqtəsi olur. Şah İsmayıl üçün bu dönüş nöqtəsi 1514-cü ildə baş verən Çaldıran döyüşü idi. Osmanlı Sultanı 1. Səlimlə qarşılaşma tarixdə ən mühüm savaşlardan biri sayılır. Şah İsmayılın ordusu misilsiz igidlik göstərsə də Osmanlı ordusunun üstün artilleriyası və odlu silahları döyüşün taleyini həll etdi. Səfəvilər məğlub oldular. Amma imperiya dağılmadı. Əksinə, Şah İsmayıl dövlətini qoruyub saxlamağı bacardı. Bu, onun siyasi bacarığının ən mühüm göstəricilərindən biri idi. Şah İsmayıl yalnız sərkərdə deyildi. O, həm də böyük dövlət xadimi idi. Vergi siyasətini yenidən qurdu. Mərkəzi hakimiyyəti gücləndirdi. Tayfa çəkişmələrini nəzarət altına aldı. Diplomatik münasibətləri genişləndirdi. Hətta Avropa ölkələri Osmanlı imperiyasına qarşı onunla ittifaq yaratmağa çalışırdılar. Bu fakt Səfəvi dövlətinin beynəlxalq nüfuzundan xəbər verirdi. Ancaq Şah İsmayılı digər hökümdarlardan fərqləndirən daha bir xüsusiyyəti vardı. O, şair idi və şeirlərini Xətai təxəllüsü ilə yazırdı. Ən maraqlısı isə budur ki, o dövrün bir çox hökümdarlarından fərqli olaraq əsərlərini Azərbaycan türkçəsində
sahəsində qələm alırdı. Bu addım Azərbaycan ədəbi dilinin inkişafında tarixi dönüş yaratdı. Xətainin dili sadə, axıcı və xalq ruhuna yaxın idi. Məhz buna görə də onun şeirləri əsrlər boyu yaşayaraq xalq yaddaşında qorunub saxlanıldı. Şah İsmayılın adı ətrafında bu gün də mübahisələr davam edir. Ən çox müzakirə olunan məsələlərdən biri onun dövlət siyasətində 12 illik şiəliyi rəsmi məzhəb kimi qəbul etməsidir. Bir çox tarixçilər bunu güclü mərkəzləşdirilmiş dövlət yaratmaq və Səfəviləri Osmanlı imperiyasından siyasi baxımdan fərqləndirmək üçün düşünülmüş strateji qərar hesab edirlər. Digər tədqiqatçılar isə bu siyasətin regionda uzunmüddətli məzhəb qarşıdurmalarına təsir etdiyini bildirirlər. Tarixi şəxsiyyətləri qiymətləndirərkən onları yaşadıkları dövrün siyasi və geosiyasi reallıqları fonunda dəyərləndirmək vacibdir. 1524-cü ildə cəmi 36 yaşında Şah İsmayıl Xətai dünyasını dəyişdi. O Ərdəbildə dəfn olundu. Lakin yaratdığı dövlət daha 2 əsrdən artıq yaşadı. Bu isə onun qurduğu siyasi sistemin nə qədər möhkəm olduğunu göstərirdi. Bugün Şah İsmayıl Xətai Azərbaycan tarixində təkcə bir hökmdar kimi deyil, dövlət qurucusu, qüdrətli sərkərdə, diplomatiyanı dərindən anlayan siyasətçi və klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi xatırlanır. O qılıncla dövlət qurdu, qələmlə isə xalqın ruhuna yol tapdı. 5 əsr keçsə də onun adı Azərbaycan dövlətçiliyinin ən parlaq simvollarından biri olaraq yaşayır. Çünki bəzi insanlar sadəcə tarix yazmırlar. Onlar tarixin özünə çevrilirlər. Şah İsmayıl Xətai də məhz belə şəxsiyyətlərdən biridir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.